Bismillahirrahmanirrahim. Düğünlərimdən bir dənə bir qış övünə gəlmişəm. Qəşəng küysüsü. 4 dənə tovlayda ehtimal uşaqsa da ola. Tovlaya çıxanmayam, ayaqlayamayam. Bu da bu övün sahibi. Namaz qılıyım. Xarisi filanı. İşi düzdür. Diyor. Bunlar da o zaman meşətdən zaddan gəldi. Əllə yəhməti mənim babalarım burada qalıbdı məsələn. Yadım o zamanlar düşübdü. Buradan ki bilməyəm bu otday üzay yedi nə mənadır. Buradan asılıbdılar. Bu da İranımızın pəyçəmi. Salam. Navayne hacıvam kef əhvalın? Keyfin yaxşı. Bir də nə mənadır o əlində? Nə aşıyor? Sən namaz qılırsan? Təsbihdir də qılmışam. Çox əsaslı təsbihdirlər bir yaxı. Söyləyəm də qılmışam. Ha, nə indi bu küysüyə sən nə mənə bu da o pəytəmdi var ya nə aşıyor? Sən bu da nə mənə? O da buxarıdır. O da yandı ya. Hop. Yorman qaldı. Gətirəm bu da çəkəyəm buxarıdan. Qoyam küysünün altına. İstifadə elə. Xaça kimi bir şey oluyor deyirlər. Çözdür də çöz. Hə, yoxsa olsun Allah. Ağız şirin işlədəsən qəşəng. Kef elədim. Sağ olasın. Kənd evi yanı baba. Sən kef elə. Buna izah zəngəldir, nə mənadır bilmirəm. Nə deyir də kənd evi. Hacı xanımın toxladı. Yüz dənə də toğ, bilməyəm, bu damın içi dolu toğla. Belə də, bu da kənd evi. Ay, gəkkərəm, xudafiz.